24 nömrəli tapşırığı izah edəcəm. Qvineya körfəzindən 90 dərəcəli azimutla 270 dərəcə hərəkət edən səyyah başlanğıc məntəqəyə qayıtmaq üçün hansı azimutla və neçə kilometr məsafə qət etməlidir? Gəlin baxaq. Biz birinci növbədə bilməliyik ki, Qvineya körfəzi yerləşir 0 dərəcəlik uzunluq və 0 dərəcəlik enliyin kəsişməsində. Baxın, Qvineya körfəzi bu ərazidir və 0-cı uzunluqda və 0-cı deməli enlikdə yerləşir. Və bu şəkildə də biz bura koordinat olaraq çəkirik. Deməli 0 dərəcəli uzunluq və 0 dərəcəli enlik. Yəni ekvator və Qrinviçin kəsişməsində. Buradan hər hansı bir A nöqtəsi qeyd edək. 90 dərəcə azimutla 270 dərəcə hərəkət edən səyyah. 90 dərəcə azimutla səyyah hara getməlidir? 90 dərəcə azimutla deməli şərq istiqamətində hərəkət edir. Neçə dərəcə hərəkət edir? 270 dərəcə hərəkət edir. Biz bilirik ki, coğrafi uzunluqlar maksimum 180 dərəcə olur. Ona görə də mütləq burada özümüz üçün 180-i qeyd edirik ki, biz birbaşa 270 dərəcə yol gedə bilmərik. 180 dərəcəyə qədər yol gəlirik. Elə 180 dərəcənin özünü və geri qalan 270-dən geriyə qalır neçə dərəcə? 90 dərəcə. 90 dərəcəni də 180-dən bu tərəfə, yəni başqa yarımkürəyə keçirik. Yəni bu hissə şərq yarımkürəsində, bu hissə isə burada qeyd edək. Artıq 180-dən sağda qərb yarımkürəsi başlayır. 180-dən də geri qalan 90-ı çıxanda olacaq nə? 90 dərəcə və hansı uzunluq? Qərb uzunluğu. Çünki biz 180-i keçdik. Gəlib çatdıq bura bir B nöqtəsi deyək. Bir B nöqtəsinə gəlib çatdıq. Bizdən soruşur ki, səyyah başlanğıc məntəqəyə qayıtmaq üçün hansı azimutla və neçə kilometr məsafə qət etməlidir? Baxın, azimut məsələlərində geri qayıdılan yolu tapanda həmişə ən qısa yol hansıdırsa o yolla gedirik. 90 dərəcə qərb uzunluğundan 0 dərəcə uzunluğa gələndə biz geriyə doğru getsək, buradan eyni yolu qayıtmış olarıq. Biz buradan nə edirik? Bu tərəfdən də xətti uzadırıq və 0-ı çəkirik. Çünki 90 qərbdən sağa doğru nəyə doğru getmiş oluruq? Qrinviçə. Yəni bu xətt həm də bu xəttdir də. Sadəcə olaraq kürə formasında deyil, ona görə buradan qeyd edirəm. Deməli, 90-dan sağa doğru hərəkət eləmiş oluruq ən qısa yolla, yəni şərq istiqamətində gedirik. Şərq istiqaməti hansı azimutdur? Şərq istiqaməti 90 dərəcəli azimutdur və bizdən nə istəyir? Neçə kilometr məsafə? 90 qərb uzunluğundan da ən qısa yol Qrinviçə, yəni bura 90 dərəcədir. 90 dərəcəni də nə edirik çevirmək üçün? Vururuq 1 dərəcəlik qövsün uzunluğuna, yəni 111-ə, o da 9990 kilometr. Deməli, 90 dərəcə və 9990 kilometr. Yəni, doğru cavab A bəndi olacaq.